Yaradılış 1-ci fəsil. Dünyanın yaranması. Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun." İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra o işığı qaranlıqdan ayırdı. Allah işığı gündüz, qaranlığı isə gecə adlandırdı. Axşam oldu, səhər açıldı. Bu, 1-ci gün idi. Sonra Allah dedi: "Qoy suların arasında bir qübbə olsun. Suları bir-birindən ayırsın." Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. Allah qübbəni göy adlandırdı. Axşam oldu, səhər açıldı. Bu, 2-ci gün idi. Sonra Allah dedi: "Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün." Belə də oldu. Allah qurunu yer, su yığınlarını isə dənizlər adlandırdı. Allah gördü ki, bu yaxşıdır. Sonra Allah dedi: "Qoy yer üzü bitkilər yetirsin. Toxumlar bitirən o tələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin, toxumları meyvələrinin içində olsun." Belə də oldu. Yer üzü bitkilər yetirdi. Hər növ toxum bitirən o tələf, hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi, toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu yaxşıdır. Axşam oldu, səhər açıldı. Bu, 3-cü gün idi. Sonra Allah dedi: "Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri, günlərlə illəri göstərsin. Qoy onlar göy qübbəsində çıraq olub yer üzünə işıq saçsın." Belə də oldu. Allah 2 böyük çıraq düzəltdi. Gündüzü idarə eləmək üçün böyük çıraq, gecəni idarə eləmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, gündüzü və gecəni idarə eləsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu yaxşıdır. Axşam oldu, səhər açıldı. Bu, 4-cü gün idi. Sonra Allah dedi: "Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın. Yer üstündəki göy qübbəsində quşlar uçsun." Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu yaxşıdır. Allah onlara bərəkət verərək dedi: "Törüyüb çoxalın, dənizlərdəki suları doldurun. Quşlar da yer üzündə çoxalsın." Axşam oldu, səhər açıldı. Bu, 5-ci gün idi. Sonra Allah dedi: "Qoy yer üzü hər növ canlı məxluqlar, hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin." Belə də oldu. Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu yaxşıdır. Sonra Allah dedi: "Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq eləsin." Allah insanı öz surətində yaratdı. Allahın surətində yaratdı. Onları kişi və qadın olaraq yaratdı. Allah onlara xeyir-dua verərək dedi: "Törüyüb çoxalın və yer üzünü bürüyüb ona sahib olun. Dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq eləyin." Allah dedi: "Budur, yer üzündə toxum verən bütün o tələfi, meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına nəfəsi olan bütün canlılara isə yem olmaq üçün
bütün yaşıl otları verirəm. Belə də oldu. Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı. Bu 6-cı gün idi.